Elvin Məmmədov. Salam, hər vaxtınız xeyir, hörmətli izləyicilər. Neftçi əfsanələri ilə Premyer Liqada baş məşqçi və köməkçi məşqçi vəzifəsində çalışan mütəxəssislər bugün qarşı-qarşıya gəlirlər. Keçmiş nostalji günlər mütləq yadınıza düşəcək və qarşılaşma başlayır. Mahmud Qurbanov hər zamanki kimi alicənablığını qoruyub saxlayır və topu rəqibə verdi. Abdullayev də oyuna qoşuldu. Hazırda Neftçi əfsanələri daha nisbətən gənc heyətdən ibarətdir. Rail Məlikov topla irəliləyir. Zərbə qapıya, top qapının üstündən keçir. Fərhad Vəliyev topu oyuna daxil edəcək. Azər Bağırov. Bəxtiyar Musayevələki gözləyir. Bu da Mahir Şükürov. Azərbaycanda sağ cinah müdafiəçilər. Topu komanda yoldaşını ötürür, amma yenidən Premyer Liqa məşqçiləri hücumdadır. Samir Abbasovun zərbə keçir. Yenidən Mahir Şükürov. Toplu irəliləyir. Ayaqlı ötürmə uzaq küncə Zaur Tağzadənin. Forza Neft. Azər Bağırov. Və beləliklə ilk hissə yekunlaşır, dəyərli izləyicilər. Azarkeşlərin də ürəyincədir. Tahir müəllim. Gördünüz və meydanda olan böyük əksəriyyət. Qeyd etdiyiniz kimi Neftçidə uzun müddət fəaliyyət. Amma Rəşad Sadiqov əla oynadı. Burada Elmar Baxşevin ötürməsi Rəşadsovu Anar Salmanov əvəzləyib. Əfrana topu ötürəcək Vaqif. Belə də olur. Əfran İsmailov! Oy! Uzaq 9'luğa güllə kimi zərbə vurdu Əfran İsmailov. Bir qədər əvvəl də vurğuladığım kimi ustalıq yerindədir və Əfran da bu ustalığı göstərdi. Bəli, Vaqif Cavadov. Tərlan Əhmədov məşqçilər korpusunda, Bəxtiyar Musayev, eyni ilə Zaur Tağzadə, Qarabağda, Müşfiq Hüseynov, Elçin Müşfiq Rəhmanov. Hüseynov. Yəni çox sevindiricidir ki. Və hesab bərabərləşir. Siz Interə vurulan qoldan danışmışdınız deyəsən. Rəşad Sadiqovun da qol vurmaq istəyi yenidən yada düşdü və belə bir məqamda hesabı bərabərləşdirir. Bugün elə hal-hazırda meydanda olan hər iki Rəşadların yaxın keçmişdən meydanda çox belə duellər olub. Yenə də üzbəüz gəldi bu iki futbolçu. İndi Mahmud Qurbanov. Fərhad Vəliyev imkan vermir. Ruslan Abuşov indi topu geri ötürür, bəli. Hər kəs qələbə qazanmaq istəyir. Görüş yekunlaşır, amma kubokun sahibi tapılmalıdır. Kubokun sahibi müəyyən olmalıdır. Axıllar və ilk zərbəni Zaur Tağzadə vurur. Zaur Tağzadə yaxınlaşır və top qapıdan aralı keçir. Biraz uyğunsuzluqlar da ortaya çıxır. Qapı daha balaca və Hüseyin Məhəmmədov buna imkan vermədi. Qurbanov topa yaxınlaşır. Qurbanov Hüseyin Məhəmmədov yenə də imkan vermir. Deməzdim, böyük futbolundan, təbii mini futbolunun fərqi burada görüyoruz. Zərbəsindən sonra da top qapı deyil. Elmar Baxşeyev topa yaxınlaşır. Elmar Baxşeyevin zərbəsi Hüseyin Məhəmmədov. Bu topu da dəf edir. Neftçinin heyətində fit səslənir. Ruslan Abuşov. Qüvvətli zərbə və toru sirkəliyir. Və Yunus vuracaq. Yunus Hüseynov yaxınlaşır. Bəli, Tahir Süleymanov. Qüvvətli zərbə. Çıxmada vurulan kolun müəllifi Rəşad Sadiqov. Çox qüvvətli, dəqiq zərbə. Əfran İsmailov yaxınlaşır. Əfranın zərbəsi. Bax, əməlli baş. Penalti vurmağa uyğunlaşdılar. Bəli, artıq. Qısa bir zamanda. Bəli. İndi Mahir Şükürov. Top qapının üstü. Bütün komanda üzvlərinə zərbə vurmaq imkanı verilsin. Hüseyin Məhəmmədov qapıda, Rəşad Sadıqov yekunlaşır. Görüş yekunlaşır Rəşad. Tahir müəllim, sizə təşəkkürümüzü bilirik ki, kubok təqdim olundu. Azərbaycan Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədov qaliblərə
kuboku təqdim etdi və kapitan Yunis Hüseynov